Azərbaycan idmanında korrupsiya və saxta çempionlar. Bu videoda qeyri-olimpiya idman növləri haqqında danışacağım. Bir idmançı necə çempion olur? Bunu hamımız bilirik. Bəziləri illərlə tər tökür, məşqlərdə can qoyur. Amma sonra nə baş verir? Bir nəfər gəlir, çempion olur. Hamı susur, heç kim nəsə demir. Çünki o adamın arxasında kimsə dayanır. Bəli, bəzi idman yarışlarında nəticə zalda yox, kabinetlərdə həll olunur. Pulunu verən, dostu olan, yaxşı yerdə tanış olan çempion olur. Bu həqiqətdir və bunu danmaq olmaz. Azərbaycan idmanında elə adamlar var ki, nə məşq edib, nə də istedadı var. Amma ən böyük arenalara o çıxır. O nə ilə oradadır? Dayday və pulu ilə. Və səgi idmançılar, onlar hansı vəziyyətdədir? Heç nə. Evində oturub indi bu videoya baxır. Çünki zamanında onun haqqını yeyiblər. Hakimlər kimə işləyir? Məşqçilər niyə susur? Bəzi federasiyalardakı bəzi adamlar niyə real çempionları yox, öz tanışlarını irəli çəkir? Sonra deyirik ki, niyə 18 yaşdan sonra idmançılar batır? Çünki sistem özü onları sıradan çıxarır. Əgər idman arenasında zəhmət, bacarıq, istedad yox, yalnız pul və əlaqə keçərli olacaqsa, biz idman adına danışmayaq. Əgər bu korrupsiyaya göz yumsanız, sabah sizin də haqqınız yeyiləcək. İndi isə keçək saxta çempionlara. Kimdən soruşsan ya 3 qat dünya çempiondur, ya da Beynəlxalq Federasiyanın rəsmi təmsilçisidir. Amma bir məsələ var. Bu çempionatları heç kim tanımır. Azərbaycan idmanında bir qrup adam var ki, özlərinə saxta yarışlar yaradır. Sonra da özlərini əfsanəvi çempion elan edirlər. Gedirlər xaricə, 10 nəfərli bir yarış keçirirlər, diplomları çap eləyirlər və dünya çempionu adını alırlar. Bunu cəmiyyətə sırayırlar. Televiziyaya çıxırlar, sponsorlara özlərini böyük ulduz kimi təqdim edirlər. Bəs həqiqət nədir? Olimpiya Komitəsi tanıyırmı çempionatları? Yox. Beynəlxalq Federasiyalar tanıyırmı? Yox. Tanınmış idmançılar bu yarışlara qatılırmı? Yox. Bəs onda sən kimin çempionsan? Demək bunlar nə edir? Bir federasiya yaradırlar, adını beynəlxalq nəblimdən qoyurlar. Qəşəng logo düzəldirlər, sonra hər ay bir dünya çempionatı keçirirlər. Dırnaqarası dünya çempionatı. Daha sonra öz tələbələrini dünya çempionu elan edib pul qazanırlar. Saxta yarışlar, saxta medallar, saxta çempionlar. Bu Azərbaycan idmanına vurulan ən böyük zərbədir. Həqiqi idmançılar səssizcə məşq edir, zəhmət çəkir. Amma sizlər saxta adlarla, saxta çempionatlarla onların haqqını yeyirsiniz. Axı bu oyun nə qədər davam edəcək?